Qarabağın hücumçu axtarışına ən güclü namizəd, gəmini çətin gündə tərk etmək istəməyən oyunçu, Neftçidə maaşında ciddi artım tələb edən gənc və bu iki ulduzun ölkəmizə gəlmə ehtimalı. Qış transferinin bitiminə sayılı günlər qala klublarımız hər şeyini ortaya qoyur. Videonun davamında sizi təəccübləndirəcək çox maraqlı xəbərlər var. Xoş seyirlər. Öncəliklə buraxılışa 39 yaşlı dünya ulduzu, Sporting, Manchester United və bir dönəm Fenerbahçe forması geyinən Luis Nani'nin Azərbaycan klublarına təklif olunması ilə başlayaq. Hücumçu ölkəmizin bir neçə klubuna təklif olunub, lakin maaş istəyi 1 milyon avro idi. Buna görə karyerasının son dayanacağı olaraq heç bir klubumuz onunla razılaşmır. Qarabağda Çempionlar Liqası ərizəsi artıq verilib, lakin nəticə müsbət olsa və Newcastle səddini keçib adımızı 16-da 1-ə yazdırsaq, fevral ayının 10-una qədər transfer etdiyimiz oyunçunu növbəti mərhələdə üçün heyətə yazdıra bilirik. İlk öncə Qarabağın uğursuz alınan hücumçu transferindən başlayaq. Diego Acosta. Hazırda Paraguayın 2 de Mayo klubunda çıxış edir. Qarabağın alışdığı sürətli və texniki hücumçu modelinə tam uyğundur. Bir neçə gün öncə Qarabağ onunla və klubu ilə razılaşmışdı. Lakin 23 yaşlı forvardın transferi son anda suya düşdü. Səbəbi isə naməlumdur. Nərman Axundzadənin Amerikaya satılma xəbərindən sonra Lorie'nin forvardı Samba Soumano'nun Qarabağa gəlmə ehtimalı daha da gücləndi. Klubu daha öncə oyunçu üçün 5 milyon avro tələb etmişdi. Fransızlar indi qiyməti 3.5 milyon avroya endirsə də, Qarabağ təklifini 2.5 milyon və bonuslarla kifayətləndirir. Qarabağın ən güclü ehtimalı Samba Soumano'dur. Soumano'ya keçən il Celtic, Burnley, Brentford kimi İngiltərə klublarından maraq olması onun potensialından xəbər verir. Əgər oyunçu Qarabağa transfer olsa, onunla bağlı mütləq detallı analiz gələcək. Sterling fırtınasına İngiltərə mətbuatından nəhayət ki xəbər var. Britaniya mətbuatı Raheem Sterlingin Qarabağ keçid ehtimalını 42% olaraq dəyərləndirib. Klubsa bu xəbəri qəti şəkildə təksib edib. Son klubu Chelsea-də həftəlik 325 min funt sterling, yəni 400 min avroya yaxın maaş alan oyunçunun transferi həm maliyyə, həm də Qurban Qurbanovun yaş siyasətinə görə real görünmür. Bəhlul Mustafazadə Çin klubu ilə razılaşmışdı. Hətta masada 2.1 illik müqavilə təklifi də var idi. Lakin Bəhlul komandanı bu çətin gündə qoyub getməmək üçün transferdən hələ ki vaz keçdi. Çinin transfer pəncərəsi mart ayının 5-nə qədər aktivdir. Əgər Newcastle oyununda nəticə uğursuz olsa, Bəhlulun transferi reallaşa bilər. Elvin Cəfərquliyevi Eintracht Frankfurtun idman direktoru Timo Hardungun radarındadır. Qarabağın gözləntiləri doğrultmayan Etihad'dakı qapıçısı Fabian Buntica, Türkiyə 2-ci liqasında 15-ci sırada yerləşən Sarıyer klubu 6 aylıq icarə təklifi göndərib. Neftçinin 20 yaşlı yetirməsi Murad Məmmədov hal-hazırda klubda aylıq 2500 manatlıq maaş alır. Lakin o rəhbərliyə klubdakı legionerlərdən əksiyi olmadığını və maaşının 15 min dollara qalxmasını tələb edib. Gənc oyunçunun təklifini Neftçi qəbul etməsə, onunla zaten Avropanın bir neçə klubu maraqlanır. Zira kapitanı Qismət Aliyevlə 1 illik yeni müqavilə imzalamağa yaxındır. Sabahda isə baş məşqçi Dambravkasın etimadını qazanan Qazaxıstanlı qapıçı Stas Pokatilovla növbəti mövsüm üçün ilkin razılıq əldə olunub. Qəbələ isə 20 yaşlı hücumçusu Prince Ovusu üçün 1 milyon avro satış qiyməti tələb edir. Kəpəzin keçmiş oyunçusu Braziliyalı Vitor Feijao Azərbaycandakı oyunların birində fasilə zamanı iki müdafiəçinin soyunma otağında siqaret çəkdiyini görüb gözlərinə inanmadığını deyib. Buna baxmayaraq gənci azərkeşlərinin sevgisini yüksək qiymətləndirib. İddia ilə bağlı klubdan hər hansı bir açıqlama gəlməyib. Lakin biz Azərbaycan futbolundayıq. Renat Dadaşov formasına qayıdır. Polşanın Motor Lublin klubunda transfer siyahısından çıxarılıb. Baş məşqçi onun son zamanlar performansının yüksəldiyini deyib və artıq satılmasını istəmir. Onunla liqamızdan Sumqayıt maraqlanırdı. Şahruddin bir vaxtlar Adana Demirsporda forma geyinmişdi. Klubun hazırki vəziyyəti isə içlər acısıdır. Borc batağında transfer edə bilməyən və sadəcə gənc oyunçularla oynaya bilən Adana Demirsporun Şahruddinə 1 milyon manatdan çox borcu var və borc hələ ödənməyib. Məsələ FIFA'nın əlindədir. Azərbaycan idman direktoru postuna ən güclü namizəd Arsenalın keçmiş müdafiəçisi 40 yaşlı Filip Senderosdur. Ümid edirik o vəzifəyə gətirilər və hər şey indiki vəziyyətdən çox daha yaxşı olar. Bugünkü xəbərlərim bu qədər idi. İndiyə qədər verdiyiniz dəstək üçün çox təşəkkürlər. Sağ olun, futbolla qalın.